Qardaş, bu yağ filtri harda olur? Vay aman, usta belə olur hə. Qardaş, salam eləyiki. Avtoklubdur. Ford Fusion'a sizə yaxşı yağ var. Qiymət nə qədər olacaq? Yox, qardaş, o qiymətə yağ olar. Nə olsun, nə dünya markasıdır? Ay qardaş, niyə sən gəlib bu qədər pul verirsən yağa? Ya sən yüksək paha verib, gedürən nə qədər istəyir sür gəl də. Mən 15 ildir bunun içindəyəm. Bu Almaniya yağıdır. İndi hasarın usta olur be qardaş. Ay, sən o nə yaman oldu, belə ucuz yer tapdın. Qardaş, bu yağ filtri harda olur? Vay aman, usta belə olur hə. Ay dədə, evim yıxıldı. Filtr buraxıb motor dağıldı. Qardaş, mənim kimi bax belə yolda qalmaq istəmirsənsə, 5 manatın, 10 manatın söhbətini eləmək lazım deyil. Gedirsən normal yerə, mühərrik yağı normal, filtr normal, orijinal. Bax belə bu problemlərlə də üzləşmirsən. Qardaş, bu avtoklubun Hövsan filialının ünvanının zəhmət olmasa bir dənə qeyd eləyərdin, mən gələrdim, yağı dəyişərdim də.